Mən səni axı sevirəm. Aha, bu rəisin qızıdır. Misal üçün də ona görə qabağa gedib. Rumiyə xanım, o nə deməkdir? Əmr eləyin. Siz sual işarəsi verməyin, əmr eləyin. Aktyor üçün bu dəqiqə başqa yol yoxdur. Başqa hardan qazanaq biz pulu? Bizim tamaşaçı hər şeyə pafos deyir. Mən o göndərişi eləməsəm, sən onu eşitməyəcəksən axırıncı sırada. MK, MK deyən də səmimidir. Onun səmimiyyətini də qırmaq istəmirəm. Ayda mən sizi gördüm, yaxınlaşmaq istədim, qorxdum, yaxınlaşmadım. Elə bilirlər adam döyənəm. Əlixan uşaqlar biləsiz, yəni mənə görə baxıblar. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bu gün mənim qonağım aktrisa Rumiyə Ağayevadır. Rumiyə, xoş gəlmisən. Salam, çox sağ olun, dəvətə görə təşəkkür edirəm. Biz sənə keçək, yoxsa sizdə qalaq? Sən. Sən, okey. Dostlar, xatırlatmaq istəyirəm ki, bizim studiyamızda podkast çəkilişlərinizi edə bilərsiniz. Məndən bu barədə konsultasiyalar ala bilərsiniz. Həmçinin bizim layihəyə sponsor kimi də qoşula bilərsiniz. Xidmət və yaxud da hər hansı bir məhsulunuzun reklamını burada edə bilərsiniz. Biz isə başlayaq podkastımıza. Rumiyə, ilk növbədə xoş gördüm sizi. Mən də sizi. Sizi və səni. Biz elə keçid astanasındayıq. Ev yox. Axıra doğru inşallah düzəlir. Mən istəyirəm ki, bizi izləyib dinləyənlərə, baxmayaraq ki, sənin müxtəlif müsahibələrin var. Aktyor sənətinə nə cür gəlmisən, onun haqqında danışasan. Çünki çox maraqlı, mən düşünürəm ki, xarizmatik bir aktrisasan və azdır bizdə belə aktrisalar. Çünki əksərən müxtəlif xarici görünüş cəhətdən eyni insanlar var, amma bir də nadir insanlar var ki, onlar seçilirlər. O həm xarizmadır, həm bilmirəm, bəlkə də insanın daxili enerjisidir. Mən onu hiss edirəm deyə belə düşünürəm. Bilmirəm, başqa tamaşaçılar da fikrin yazsın bundan bağlı. Əvvəldən elə aktrisalıq oxumusanmı, yoxsa necə olub? Başqa bir təhsil almısan, başlamısan o barədə? Aktrisalıq mənim canımdadır. Nəyə görə canımdadır? Ümumiyyətlə ailəm incəsənət ailəsidir və uşaqlıqdan öyrədiblər də məni ki, yəni cəmaət arasında mən nəsə şou göstərməliyəm. Böyük məmnuniyyətlə də göstərirdim. Nə bilim, nənəmlə gedəndə mahnı oxutdururdu, anamla harasa gedəndə şeir deyirdim. Atamla gedəndə kata göstərirdim. O vaxtı uşaq olanda Uşuya gedirdim. Nəsə belə bir maraq yaranmışdı məndə. Amma heç vaxt mənim arzum olmayıb aktrisa olmaq. Həmişə arzum olub ya rejissor olmaq, ya da ki vəkil. Vəkil də nəyə görə? O kinolara baxırdım, deyirdim, maraqlı gəlirdi mənə. Ваша честь, Rus dublyajıyla. Cənab hakim. Nəsə belə bir şey. O da başa düşdüm ki, nəsə fantastika bir şeydir mənim üçün. Ona görə rejissorluğa daha çox üstünlük verdim və xoreografiya məktəbini bitirdim. Xoreografiya məktəbi də demək olar ki, səhnədə keçib mənim belə deyək cavanlığım. Həm xoreografiya məktəbi, həm Todus şou baleti var idi o vaxtı. Sonra biz öz şou baletimizi yaratdıq Todus bağlanandan sonra, Nero şou baleti. Neçənci illərdir bu? Vay, illəri soruşma. Təxminən, yəni 2000-lərin əvvəli idi, yoxsa 2009, 2010 belə. Okay. Nero şou baletini yaratdıq. Onun da abreviaturasının mənası Nərgiz, Emin, Rumiyə, Alesya idi. Sonra mən instituta daxil oldum 2009-da, elə o ərəfələr idi və rejissorluq fakültəsinə, kino rejissorluq. Bəli. Kino rejissorluq fakültəsinə daxil oldum. Rejissor assistenti işlədim, xoreograf kimi işlədim, atam tamaşa qoyanda və yaxud kimsə klip quranda rəqs söhbətlərinə mən baxırdım. Heç yenə də deyirəm, aktrisalıq, aktyor sənəti haqqında düşünmürdüm. Amma həyat elə gətirdi, çıxartdı ki, Ado teatrı var idi bizdə o vaxtı. Atam dedi, get onlara kömək elə, atam da rejissordur, Namiq Ağayev. Get kömək elə, cavan uşaqlardır, nəsə yeni modern teatr qurublar, xoreograf lazımdır onlara. Xoreograf kimi kömək eləməyə başlayanda bir qız gəlmirdi məşqlərə, aktrisa. Onun yerinə dedim, mən hələ ki məşq eləyirəm, amma adam taparsınız, gətirərsiniz. Adam tapılmadı və məcbur mən özüm iştirak elədim tamaşada. Üstəlik film təklifi gəldi, Oğlan Evi 2 filmi. Dalıca Ceysiz Gəlinlər serialı təklifi gəldi və eləcə
başa düşdüm ki, mən özümü çox komfort hiss edirəm aktyorluq sənətində. Yəni bütün bilgilərimi toplayıb rahat şəkildə aktrisa ola bilirəm. Rus dram teatrına gəldim, təklif elədim öz kandidaturamı. Elə səhərsi gündə sənədlərimi götürdülər, işə qəbul elədilər. Artıq 11 ildir Azərbaycan Dövlət Akademik Rus dram teatrında aktrisa kimi çalışıram. Elə bu akademik sözü demişkən, o günləri bir nəfərlə gəzirdik, xatırlamıram kimlənsə, teatrların birinin üstündə akademik sözünü gördüm. Dedim, sən təsəvvür eləməzsən ki, bu teatrda işləyən şəxslər üçün bu akademik sözü nə qədər əhəmiyyətlidir. Doğrudan bu qədər əhəmiyyətlidir bir teatrda çalışan adam üçün ki, onun adında akademik sözü olsun? Bizim üçün əhəmiyyət daşıdı birinci növbədə onda ki, bizim maaşlarımız 100% artdı. 100%? Ən böyük 100%. Akademik statusu alınandan sonra 300 manat idisə, oldu 600 manat. Bundan məsələ bitdi. Ardın danışa bilərik. Yəni əsas mahiyyət o idi. Amma yavaş-yavaş, yəni çox da dərk eləmirdi o sözün mənasını. Mənasını bilirik, sadəcə içimizdə hiss eləmirdik. Amma əslində çox böyük məsuliyyətdir. Cibimizdə hiss eləyəndə başa düşdük. Cibimizdə hiss elədik, amma yenə də deyirəm, biz 300 manat alanda da eyni şey olub, 600 manat alanda da eyni şey olub. Çünki qiymətlər artır. İnflasiyaya görədir. Hə, yəni çox da fərq olmur. İndi aldığım 1000 manat da yəni həmin o 300 manat kimi bir şeydir. Amma ona da min şükür, çox sağ olun, dövlətə çox minnətdaram. Bu öz yerində. Akademik sözü isə şəxsən mənim üçün, öz adımdan danışacağam, çox böyük məsuliyyətdir. Artıq hansısa belə deyək, lübitelski səhvlərə mən yol verə bilmərəm. Artıq mən akademik teatrın aktrisasıyam. Bu böyük bir yük daşıyır. Bilmirəm, ola bilsin tamaşaçı üçün fərqi yoxdur. O söz yəni heç bir mahiyyət kəsb eləmir. Amma mənim üçün daşıyır. Məna daşıyır. Bilmirəm, açıqlama verə bildim yoxsa. Yaxşıdır. Əsas məsələ deyirəm də, o maaş hissəsində əslində məsələ həllini tapır. Mən sənin oyununu İlqar Səfəddin Poiskах Smysla tamaşasında illər əvvəl 19-cu il idi deyəsən orada görmüşdüm və orada da o enerji, nə bilim, o bilmirəm də, bu fərqli bir şeydir. Mən ümumiyyətlə bizdə ünsiyyətdə olduğum və hansısa bir formada kəsişdiyim aktyorlar olsun, aktrisalar olsun, yəni nəsə hiss edirəmsə adama deyirəm ki, yəni çəkinmədən deyirəm ki, bu adam, başqalarına da deyirəm, adama da deyirəm ki, bu adamda nəsə var da, onu sən enerji müstəvisində hiss edirsən. Çünki mən bir də aktyorlar və aktrisalar görürəm ki, onlar sadəcə sanki vəzifələrini yerinə yetirirlər. Bu bilmirəm nə ilə bağlıdır. Bilmirəm, teatrın içində olan insanlar yəqin ki, bunu başqa cür, daha ənənəvi hər gün gördükləri iş kimi yanaşırlar, amma kənardan hər gün o içində olmayan adam baxanda onu başqa cür hiss edir. Yəni mənim üçün deyək ki, istər aktyorluğun, istər aktrisanın oyunu və ona münasibətim tamaşadan sonra və filmdən, serialdan sonra da başlayır. O deyir, yaxşı film bitəndən sonra başlayır ki, anlayışı var. Məndə də o cür. Məsəl üçün səndə mən tamaşadan sonra da o enerjini görürəm və bu yaşla və yaxud da nə bilim sağlamlıq durumu ilə bağlı olan bir şey deyil də. Çünki o insanlardakı görürəm, bu var. Kinoda olan obrazlarım var. Mənə elə gəlir ki, o da yeni sinema və seriallarda fərqlidir. Ən çox məncə yadda qalan obrazlardan biri Altava serialındakı obrazdır. O obraz haqqında mənə maraqlıdır. Sən özün nə düşünürsən və o serialı izləyənlərdən hansı geri dönüş almısan? Məsəl üçün orada bizdə tez-tez rast gəlinən bir şeydir. Yəqin ki, dünyada da var ki, sən bir personajı canlandırırsan və insanlar səni onun kimi tanımağa başlayır. Elə bilir ki, o elə sənsən. Halbuki fərqli olur. Biraz o obraz haqqında, o personaj haqqında istəyirəm danışasan. Əslində çox şeyə toxundum. Yavaş-yavaş cavabları ver. Sual axırda başqa oldu. Söhbət edirik də, bu da mənim üçün vacib deyil ki, məhz sual olsun. Mən maraqlıdır ki, məsəl üçün sən nə düşünürsən bunlarla bağlı? Mən özüm heç vaxt düşünməmişəm bu haqqda. Bax, sən indi danışırsan, başlayıram analiz eləməyə ki, niyə belə baş verə bilər? Nəyə görə sən onu hiss elədin? Və düşünürəm ki, hər bir insan səmimi olmalıdır. Bu mənim üçün belə şərtlərdən biridir. Xoşlamıram süni insanları, hətta ümumiyyətlə süniliyi xoşlamıram. Amma aktyor daha çox səmimi olmalıdır.
biz düşünürük ki əksinə aktyor sünidir. Yəni çünki öz həyatını yaşamır, oynayır sözü. Əslində aktyor oynamamalıdır, aktyor yaşamalıdır və səmimi olmalıdır. Hisslərində səmimi olmalıdır. Mən ola bilər ki, kiminsə obrazını canlandırım, amma o obrazın içində də səmimi olmalıyam. Və o səmimiyyəti çox adam bacarmır. Tək Azərbaycanda yox, o Hollywoodda da var. Yəni elə aktyor var ki, çox gözəl texniki oynayır, amma səmimi deyil. Yəni o bilinir ki, səmimiyyət yoxdur. Mənə elə gəlir ki, ona görə mənlə tamaşaçının arasında həmən o istilik yaranır, həmən o enerjini ötürə bilirəm ki, sonra küçədə məni görəndə sevinirlər, yaxınlaşıb qucaqlayıb öpə də bilirlər. Bəziləri qorxur, məndə kommentarilərdə, rəylərdə yazırlar ki, ayda mən sizi gördüm, yaxınlaşmaq istədim, qorxdum, yaxınlaşmadım. Elə bilirlər adam döyənəm. O personajda qalma məsələ deyil. Tək o personaj oğlan evində də döyürəm hamını. MK-yə gələndə isə düzdür, tamaşaçı çox vaxt belə deyə çaşdırır da, elə bilir ki, həmin o MK küçədə gəzən MK-dır və MK necəsən? Belə elə bir məhlədəki uşaqlardan biriyəm. Elə müraciət elə bilir. Eləməyin belə şeylər. Bilsən, vaxtdan asılıdır da. Məndə elə vaxt olur ki, evdən belə çıxıram və mənə həqiqətən yaxınlaşan olmasın. Amma yenə də yaxınlaşana mən yəni heç vaxt güldən ağır söz demərəm. Amma elə vaxt olur ki, onu da normal qəbul eləyirəm. Amma indi cəmiyyətdə bəzi şeylər var da, qaydalar var, qayda-qanunlar var, hansına ki, mən çalışıram riayət edeyim. Çünki hər insanın öz şəxsi sərhədləri var, hansılar ki, pozmasaq daha yaxşıdır. İnsanların şəxsi sərhədlərinə hörmətlə yanaşmaq lazımdır və o çox belə iki tərəfli söhbətdir. O MK deyən də səmimidir. Onun səmimiyyətini də qırmaq istəmirəm. Ona görə fərqli olur. Hər nədirsə mən gördüm ki, bu obraz sevilib. Əsas odur. Çox adam yazır ki, sizə görə baxmışam bu serialı. Əlixan uşaqlar biləsizsə, yəni mənə görə baxıblar. Hə, o da çox belə sevindirici haldır. Amma o deyiləm də, yəni mən o deyiləm. Həmişə onu hər yerdə onu deyirəm ki, MK və Rumiyə fərqli insanlardır. MK elədiyini Rumiyə eləməz, Rumiyə elədiyini MK eləməz. Bu obrazdır, hansını ki mən yaşamışam. Bu bir ay ərzində mən yaşamışam o obrazı. Ona görə də hamı elə bilir ki, MK-yam yəqin ki. Yaxşı, bəs səncə Rumiyə kimdir və Rumiyədə hansı xüsusiyyətlər var ki, tamaşaçı onu görmür? Ən azından biz şifahi olaraq bunu eşidək də. Rumiyə əslində qorxaqdır. Harda qorxaqdır, o da qorxu fərqli olur. İnsanların xətrinə dəymək istəməyən biri, hansısa bilinməyən gələcəyi haqqında qorxu yaşayıram. Sadəcə Rumiyə o adamdır ki, biraz özüm haqqında üçüncü şəxs kimi danışanda şizofreniya əlamətidir əslində. Ona görə sənət adamlarında məncə bunu olmalıdır şizofreniya. Sərhəddə get-gəl eləmək lazımdır ki, nəsə ortaya çıxsın. Mən həyatda indi az yaşım yoxdur. Öyrənmişəm ki, həmişə qorxunun üstünə getmək lazımdır. Yəni nədənsə qorxuramsa, mütləq o qorxu ilə işləməyin başqa bir yolu yoxdur. Ancaq üstünə getməkdir. Düzdür, indi kiminsə xətrinə dəymək həqiqətən nəyə görə qorxuram? Kiminsə xətrinə dəymək. Çünki çox düz deyənəm. Lazım olmayan yerdə deyə bilərəm ki, belə deyil, elədir. Kiminsə xətrinə deyərəm. Zarafat bir də görürsüz, heç yaxşı zarafat eləmirəm. Eləyirəm, sonra 5 gün yaşayıram ki, mən nəyə görə onu elədim. Yəni belə şeylərdən qorxuram. Belə, nə bilim, paraşütdən tullanmaqdır, dağa getməkdir. Belə şeylərdən qorxu yaşamıram mən. Amma həyatda o şeylər var ki, qorxularım var. Hansı bürcdənsiz? Xərçəng. Xərçəng. Okay. Əziz tamaşaçılar, qeyd edin, özünüz üçün girin oxuyun, görün xərçənglərdə niyə bu xüsusiyyətlər var. Hə, drama xoşlayıram, küsməyi xoşlayıram.
Amma yenə də deyirəm ki, bu xüsusiyyətlərin hamısının üzərində işləmək olar. Xüsusiyyətlərin dalıyca getmək düzgündür. Mən də çalışıram indi öz üzərimdə işləyim. Hansısa xüsusiyyətlər var ki, mənə həyatda çox mane olur. Onların üstündə işləyirəm mən. Mənə bir də maraqlı olan nüanslardan biri bu teatr və kino məsələsi ilə bağlıdır. Çünki mən müxtəlif sənət sahəsində, teatrda və kinoda işləyən aktyorlarla bu barədə danışmışam. Amma mənim üçün hələ ki yekun nəticə hasil olmayıb. Teatrla və kinonun fərqi, çünki adətən belə deyirlər də, teatr bu bilirsən nədir, nə aləmdir. Kino o deyil. Mən seçimin qarşısında qalsaydım bir nəfər ya iki nəfər deyəsən aktyorlardan deyib ki, yox kino. Deyəsən Azər Aydəmir dedi ki, dedi mən kinonu seçərdim. Mənə maraqlıdır, səndə bu nə cürdür? Sən hansını seçərdin? Seçim qarşısında qalsaydın, Allah eləməmiş, belə bir seçim olsun və teatrı özəl eləyən nədir misal üçün sənin üçün? Mənim üçün bu fərqli sahələrdir. Baxmayaraq ki, funksiyamız eynidir, amma sahələr fərqlidir və mən həqiqətən elə teatr aktyoru görmüşəm ki, çəkiliş zamanı əziyyət çəkib və tərsinə elə kino aktyoru olub ki, teatrda əziyyət çəkib. Mən hər ikisində özümü rahat hiss edirəm. Bilmirəm nəyə görə, bəlkə yenə də təcrübədən asılıdır. Çünki uşaqlıqdan həm çəkilmişəm, həm səhnədə iştirak eləmişəm. Bəlkə ondan asılıdır, bilmirəm nəyə görə. Teatrın fərqliliyi ondadır ki, bu canlıdır. Mənim səhv eləməyə şansım yoxdur. Varsa da onu elə tez bir zamanda düzəltməliyəm ki, tamaşaçı onu hiss eləməsin. Hərdən olur ki, illərlə oynadığım teksti bir anda yadımdan çıxır. Belə ağ vərəq olur. Birdən də bütün sözlər. Amma mən o qədər o səhnə, o bir saat ərzində o səhnənin içində yaşamalıyam ki, baxmayaraq ki, teksti unutmuşam, mən o vəziyyətdən çıxmalıyam ki, tamaşaçı o pauzanı hiss eləməsin. Hətta elə tamaşalar var ki, tamaşaçı bir neçə dəfə gəlir tamaşaya və deyir ki, bugün başqa cür oynamısınız, bugün başqa cür oynamısınız. Bu şans da var teatrda. Yəni hər dəfə nəsə dəyişə bilərəm. Kinoda çəkiliş zamanı şans boldur. Amma sonradan düzəldə bilmirəm. Məsəl üçün mən baxıram bugünkü gündə elə Alatavanın özünə, hansı səhnələrə baxıram, deyirəm ayda, kəş mən o moment belə yox, belə eləyərdim. Amma o artıq getdi tarixə. Heç nə düzəldə bilmərəm. Tamaşada amma indi ayda bir dəfə biz eyni tamaşanı oynayırıq da, hansısa tamaşanı. Hər dəfə fikirləşirəm, o bir ay ərzində mənim vaxtım var ki, gələn tamaşaya fərqli bir şey eləyim. Sonra tamaşada mən birbaşa tamaşaçı ilə ünsiyyətdəyəm. Baxmayaraq ki, o ilə danışmaya da bilərəm, amma enerjini ötürürük bir-birimizə. Kamera qarşısında yoxdur bu enerji. Qətiyyən. Orada biraz belə deyək də, tamaşada yekə göstərməliyəmsə, kinoda mən həmin hərəkəti plandan asılı olaraq. Onu yekə eləyə bilmərəm. Çünki zal var, adam var axırda oturub, zalın axırında oturub, o mənim balaca belə hərəkətimi görməyə bilər. Ona görə mən bunu belə eləməliyəm və yaxud sözü ucadan deməliyəm ki, ona geçsin, çatsın. Kinoda eyni şeyi eləyəndə gülməli görsənir. Ona görə bəzi teatr aktyorları əziyyət çəkir kinoda. Çünki öyrəşib, bizdə deyirlər pafos. Əslində mən müdafiə eləyirəm pafos məsələsini. Çünki pafosla pasıl deyirlər də ona. Göndəriş. Göndərişin fərqi var. Amma bizim tamaşaçı hər şeyə pafos deyir. Mən o göndərişi eləməsəm, sən onu eşitməyəcəksən, onu axırıncı sırada. Məcbur mən onu biraz uzatmalıyam, biraz ucadan deməliyəm və bu pafos kimi görsənir, süni görsənir də tamaşaçı üçün. Pafos daha çox pauzalara, biraz belə, yəni buna mən pafos deyirəm, hansına mən çox əleyhinəyəm pafosun, çalışıram ki, bugünkü tempo ritmlə səhnədə yaşayım. Çünki insanlar artıq WhatsApp-ı bir yarım, iki qulaq asır. Nə bilim, videoya mən artıq videoya da mən tez şeyə qoyuram, sürətə qoyuram ki, tez baxım. Tamaşa
Bir saat danışanda lap adamı hə də. Ona görə mən özüm də çalışıram ki, tez danışım, tez informasiyanı verim, yoxa çıxım. Əbi o tamaşaçı xoşbəxt olsun. Mənim səhnədə 5 dəqiqə ya 10 dəqiqə yubanmağım mənim üçün çox da əhəmiyyət daşımır. Elə aktyor var ki, elə istəyir ki, məsəl üçün səhnədə 5 dənə sözü var. O 5 dənə sözü 10 dəqiqə danışacaq ki, səhnədə qalsın da. Yəni tamaşaçı onu çox görsün. Bəlkə teatrda sürət elə aşağı olmalıdır və teatrı fərqləndirən tərəflərdən biri də bu olmalıdır. Bəlkə deyirəm, prosta ehtimal. Yəni yoxdur belə bir şey. Mənim üçün incəsənət reallığın əksidir. Zamanəyə onda uyğunlaşmalıdır. Zamanəyə mütləq uyğunlaşmaq lazımdır. Mən bugünkü gündə onda gəlin Yunan teatrını qaytaraq, elə oynayaq da. Yəni o deyil axı, gülməli çıxar. Sonra mən tamaşaçını eşitmişəm tamaşadan sonra ki, deyir, biz axı belə danışmırıq həyatda. Mən səni axı sevirəm. Belə danışmırıq. Mən səni sevirəm. Yəni tamaşaçı da reallığı görmək istəyir. Düzdür, elə əsərlər var ki, misal üçün İngiltərə əsərləri var, Jane Austen oynayırıq. Orada biraz fərqli intonasiya verə bilərik, fərqli manera verə bilərik, hansı ki Azərbaycana uyğun deyil. Orada fərqli pasıl ola bilər. Amma yenə də onu biraz real eləməliyəm ki, tamaşaçı sünnili, bugünkü tamaşaçı çox kaprizli o mənada. Hər şey real istəyir. İnformasiya boldur deyə sən artıq sünilik eləyə bilməzsən. Artıq o şou giyilmir. Alatavanı nə üçün cəmaət sevdi? Çünki çox real idi. Elə bir məhəllələrində çəkilib. Elə bir özləri haqqında çəkilib film. Yəni hamı özünü gördü orada. Nə olsun 19-cu əsrdən tamaşadır da oynayırıq. İnsan özünü görəndə biz nəsə götürməlidir axı oradan. İdentifikasiya baş verəndə o şey əla olur. Mən yadımdadır ki, universitetdə biz oxuyanda teatr tarixindən bizə bir müəllimə dərs deyirdi və söhbət nə cürsə hansısa bir aktyordan, tutaq ki, dünyasını dəyişmiş aktyorlardan gəlib çıxanda filan kəsin belə problemlər var. Filan kəs gəldi, teatrın rəhbəri oldu, belə oldu, filan kəs belə oldu. Elə bu kinostudiya kontekstində də olub. Ona görə mənim maraqlıdır ki, yəni teatrda səncə nəyə görə bu şeylər baş verir? Bu intriqalar, bir dəfə bir jurnalist Praşdis Pagalavam belə bir söz dedi də. Pagalavam poeziya. Belə bir söz dedi. Yəni bu şeylər teatrda nəyə görə olur? Yəni bir obraz üçün mübarizə gedir, tutaq ki, adam istədiyi obrazı əldə etmir və yaxud da nə bilim gənc nəsildən kimsə gəlir, yaşlı nəsil deyir ki, yox bunları niyə çox qabağa çəkirlər, istəmir o getsin. Nədən baş verir bu intriqalar teatrda? Əslində tək teatrda baş vermir. Hər bir insan çoxluğu olan yer həmin şeylər yaşanır. İntriqalar, baş üstə gəzməklər, baş kəsməklər, cadular, nə bilim, hamısı. Teatrda da edirlər. Niyə eləməsin? Xeyirli olar. Teatrda səhnənin altında açar zad bastırırlar orada. Bir də gör, yəni Xəzər dənizi geri çəkilir, nə qədər kilitçisi var. Hamısı da teatr. Yox, mən misal üçün mənim həyatımda təcrübə olub ki, bir neçə il bankda işləmişəm. Kim kimi? Əməliyyatçı. Sonra kredit şöbəsinə keçdim. Problemli kreditlərlə məşğul olurdum. Və eyni intriqalar, eyni söhbətlər, eyni bu ilə şey eləyir, bu rəisin şeydir, qızıdır. Misal üçün də ona görə qabağa gedib. Falan maşından. Yəni eyni söhbətlər. Tək bankda yox, 40 yaşım var və mən görmüşəm də insan toplumu olan yerdə mütləq şəkildə nəsə söz-söhbətlər ola bilər. Olmaya bilər harda, hansı o toplum ki, nə bilim, hansısa mənəvi dirçəlişlə məşğuldur, monaqdılar, Tibetə hazırlaşdılar. Buddistlər. Yəni və yaxud da hansısa dini bir, nə bilim, yığıncaqdır, Allaha, yəni məqsədləri başqadır. Amma belə sadəcə nə üçünsə teatrın adı çıxıb. Gözlənilən odur ki, mənə elə gəlir ki, bu adamlar sənətlə məşğuldurlar. Bunlar daha bir
Yəni bizim beynimizdə öncədən formalaşmış bir qəlib var da. Bunlar axı daha yüksək bir sənətlə məşğuldular. Burada belə bir şey olmamalıdır. Hamısı insandır da. Yəni o fərqi nədir ki? İnsandır hamı. Sadəcə teatrda daha belə qabardılmış, şişirdilmiş Emosional olur. formada olur. Hə, həm də jurnalistlər də bilə bilər, cəmaət içinə çıxır bu məsələlər. Necə ki show biznesdə, show biznesdə də var da intriqalar, teatrdan da betər. Yəni teatrın mənim fikrimcə adı çıxıb, hamımız insanıq. Baxın, mən özümü heç vaxt heç bir insandan üstün tutmuram. Olsun, nə bilim, svarşik olsun, slesar olsun, taksist olsun, nə bilim, power olsun. Mənim üçün fərqi yoxdur. Hamımız hansısa sənətin nümayəndəsi, işimizdir, ondan pul qazanırıq və mən aktrisayam, səndən üstünəm, onu heç vaxt istəmərəm eləyim. İndi elə olur ki, məcburiyyət qarşısında onu eləyirəm, çünki insan görürəm ki, başqa cürə. Həqiqətən elə gətirib çıxardılar. Bax, mən ona əsəbləşirəm hərdən ki, mənim məcbur eləyirlər ki, adamdan başqa, yəni o dili başa düşür də, bu başqa dil başa düşmür. Çünki MK olasan adamda. MK da yox, nə bilim, eşşək olasan da, yəni mənim aləmimdə. Var, hə, həqiqətən var belə adamlar. Heç istəmirəm elə olum. Amma insan öyrəşib, baxın, kuryer, su gətirən kuryer mənə deyir ki, hamı ilə mülayiməm, hamı ilə yaxşıyam, hamı ilə eyniyəm. Ministerdən tutmuş, xadiməyə kimi hamı ilə mən hamıya eyni münasibət göstərirəm. Su kuryeridir, həmişə çivoy da qoyuram, ona əlavə pul falan. Deyirəm ki, bəs şeydir, bizə biraz tez su gətirə bilərsiniz bu günləri. Bilərsiniz. Rumiyə xanım, o nə deməkdir? Əmr eləyin. Siz sual işarəsi verməyin, əmr eləyin. Sizin kimi klient, hamı sizin kimi klient olsun. Deyirəm, hə, yox, nə danışırsan? Yaxşı, deyirəm, çox sağ olun. Boşum yazıram da. Çox sağ olun, gözləyirəm. Saat neçə üçün təxmini? 2 saata maksimumda, indi filan problem var, maşın filan, nə o bu. 2 saata maksimum su sizdədir. Üstündən keçir 6 saat. Yazıram ki, atam, nə oldu su? Cavab yoxdur. Mən başa düşürəm ki, bu adam özünü tanıyır. Yəni özü yalvarır ki, mənə sərt ol da. Yəni mənə adam olma da. Yəni həmən o eşşək olur ki, mən söygünəm məni ki, mən sənin vaxtında o suyu gətirib çıxardım. Özü bəlkə də podsoznательно şuur altı yazır onu ki, mən söy ki, mən vaxtında işimi görüm. Niyə də? Gəlin hamımız öz məsuliyyətimizi elə görək ki, işimizi elə görək ki, bu şeylərlə rastlaşmayaq. Bəs sənlə teatrda bu günə qədər intriqa aparan olub? Yox. Dəqiq. Bəlkə hardasa aparırlar. Biraz düşünsə bəlkə. Yox, nəyə görə? Mən bildiyim intriqalar olmayıb. Hansısa hadisələr olub, hansından ki, xəbərim var. Kiminsə xoşuna gəlməmişəm. İntriqaya salmaq istəyiblər məni. Alınmayıb. Çünki mən xoşlayıram bu dedikodu zat. Hərdən deyəlirəm ki, hə, danışın. Nə var, nə yox. Sakitlikdə neçə vaxtdır. Danışırlar ki, falan şey belə oldu, falan şey belə elədilər, falan kəs belə oldu. Maraqlıdır mənim üçün, çünki sənət adamıyam. Mən yəqin ki, ondan qidalanıram da, o maraqlı hadisələr hardasa gəlir, qalır burada və sonra mənim işimdə belə lazım olur. Həqiqətən. Maraqlanıram, amma özüm çalışıram, çalışmıram, yəni iştirak eləmirəm, belə deyək. Hamı ilə də münasibətim yaxşıdır. Hətta düşmənlər belə var teatrda, ikisi ilə də yaxşıyam. Heç kim də mənə gəlib deyə bilməz ki, sən o ilə salamlaşırsan, qucaqlaşırsan, mənlə də qucaqlaşırsan. Hamı məni tanıyır, bilir ki, mən heç kimlə düşmənçilik eləmirəm. Kimlənsə soyuqluğum ola bilər, kimlənsə daha kiməsə daha isti münasibət göstərə bilərəm. Amma intriqalara girişmirəm. Mənasını görmürəm, yəni. Okey.
Mənə bir də maraqlıdır, sənin sosial media, aktyorların sosial media istifadəsi ilə bağlı münasibətin nədir? İki baxış bucağından da münasibətini bilmək istəyirəm. Bir, aktyor sosial mediada deyək ki, maraqlı məzmun yaradır və izləyici toplayır, yüz minlərlə insanlar onu izləyir. Bir o tərəfdən və bunu monetarizasiya da eləyir də, sonra deyək ki, nəyisə reklam eləyir və s. və bir insan ki, buna yaxşı baxmır. Buna da birinci tərəf o istiqamətdən istəyirəm fikir bildirəsən ki, bu yanaşma bir aktyorun öz enerjisini mi deyim, istedadını mı deyim, sosial mediada sərf etmə kimi buna yanaşmaq olarmı, yoxsa səncə bu normal bir şeydir? Çünki sən ara sıra paylaşımlarını görürəm. Düz deyə bilmərəm ki, daima belə onunla məşğulsan, yox, amma görürəm də ara sıra. Bəzi insanlar var, ümumiyyətlə aktyor deyirlər, sırf onunla məşğuldurlar, nəsə qururlar, səhnəcilər və s. məşğul olurlar. Bax bu barədə düşüncən nədir? Yəni aktyor aktiv formada sosial mediadan istifadə etməlidir, yoxsa yox? Mən elə gəlir onun yoxu yoxdur. Hər insan özü bilər nə işlə məşğuldur. Mən bugünkü gündə çalışıram pul qazanım. Yəni mənim çünki işim elədir ki, mən gərək orada, burada nəsə stabil teatrdakı maaşımdır. Ona yenə deyirəm min şükür, amma o bəs eləmir. İş təklifləri gələndə reklam olsun, reels olsun, nə bilim, Instagram, sosial mediada ən çox indi. Qiymət məni qane eləyirsə mən hə deyirəm. Və özüm də istəyərdim ki, tez-tez o işlə məşğul. Hətta indi fikirlərimdə var ki, başlayım o işlə məşğul olum, monetizasiya ilə, nə bilim, onu necə ki eləyirlər də uşaqlar. Reklamla məşğul olurlar və reklamdan pul qazanırlar. Başa düşürəm ki, başqa yol yoxdur. Aktyor üçün bu dəqiqə başqa yol yoxdur. Başqa hardan qazanaq biz pulu? İstəmərəm eləyim. Çünki mənim mövzum deyil. Yəni mənim üçün mən çətinlik çəkirəm. Elə uşaqlar var ki, rahatlıqla 2 dəqiqənin içində ssenari tappatarap elədilər, fikirləşdilər. Sən kameranı tut, mən kameranı tutum, montaj elədi, gələ bir dənə rolik. Mən biraz nə bilim tənbələm, ev məsuliyyətlərim çoxdur, başqa işlərim belə də, yəni şəxsi işlərim çoxdur deyə nəsə tənbəllik çəkirəm o şeydə. Bəlkə başlasam onu eləməyə daha rahat olar. Xəttə düşərdi. Hə, xəttə düşər. Mənim üçün rahatdır, yalan. Belə də mahnı falan, rəqs. Bir ara çəkmədim. Uşaqlar dedi ki, bəs işitdi elədin, yekə arvadsan. Gördüm ki, cəmaət yaxınlaşır küçədə ki, çoxdandır sizin video. Sən demə pozitivlik ötürürəm və mənim üçün bu xoşdur. Lap 5000 şey olsun, baxış olsun, lap 100.000 olsun, mənim üçün fərqi yoxdur. Lap o 5000-in belə deyə əhval-ruhiyyəsini qaldırıramsa, işimin adı nədir? Odur da. Amma bundan əlavə istəyərdim ki, pul mənbəyim olsun, hansısa pul mənbəyim olsun. Onu da ancaq orada görürəm və ona görə heç kimi qınamıram. Başa düşdüm. Nə yaxşı olardı ki, biz filmlərdən qanarar, böyük qanarar alardıq ki, neçə illər. Çünki aktyor elədir ki, bax, Alatavada çəkildim, ondan sonra 3 il keçib. Hələ də 3 il keçib artıq. 2 ya 3, hə 3 il. 3 il keçib. Ondan sonra mənim böyük proyektim olmayıb. O xırda-xuruş proyektlər olub. Nəyə görə dəvət eləmirlər bilmirəm. Bəlkə həmin o düz danışmaq xasiyyətimə görə. Hərdən yox, məncə teatrda cadu eləyiblər. Hə, teatrda cadu eləyiblər bəlkə də. Çünki o da ola bilər bizim. Elə teatr aktyorları var ki, paxıllıq eləyir ki, kimsə çəkilir hardasa. Bunlar ömür boyu aktrisadır, ya aktyordur. Heç kim tanımır. Çünki aktyorların egosu. Mən ümumiyyətlə özümü aktyorların xəttinə dəyməsin. Aktyor tayfasına, tayfa şey deyir. Deyirlər belə, yox, normal. Aktyor tayfasına şey eləyə bilmirəm. Aid eləyə bilmirsən. Aid eləyə bilmirəm. Çünki onların ambisiyaları, onların egosu, yəni belə deyək də, mənim də egom var, öz yerində. Başqa istiqamətdə işləyir. Mənim üçün yenə də deyirəm, bax, səhnədə qalmağın əhəmiyyət daşımır. 1 dəqiqə qalıram ya 10 dəqiqə qalıram. Əsas odur informasiyamı ötürüm və işimi görüm, yaşayım o məqamı, bitdi. Amma aktyorlar üçün vacibdir qalmaq,
çəkilmək, Görünmək, başrol oynamaq, hə, başrol oynamaq mütləqdir də. Yəni bu başrol oynamaq üçün çox insanlıq şeylərdən keçirlər bunlar. Sınaqlardan. Mən yenə də deyirəm, mən hamını nəzərdə tutmuram, amma ambisiyalar var. Məndə o ambisiyalar yoxdur. Mənim məqsədim bugünkü gündə həm pul qazanmaqdır. Ən əsas bugünkü gündə pul qazanmaqdır. Çünki başqa yəni pulsuz alınmır. Və elədiyim işdən zövq almaqdır. Mən çəkiliş zamanı zövq alıram, məşq zamanı zövq alıram, prosesdən zövq alıram ki, mən bu prosesdə iştirak edirəm, rejissora nəsə deyə bilərəm, aktyorlara nəsə deyə bilərəm, özüm eşidirəm başqa təcrübə. Yəni prosesdən həzz alıram. Yəni öz belə deyək, yerimdəyəm, amma o ambisiyalar yoxdur məndə, o arzular yoxdur məndə, belə deyək. O məqsədlər yoxdur. Hə, yəni istəyərdim ki, bu həzz aldığım məsələdən normal əmək haqqı alım və belə deyək, soyadıcımı doldurum. Başa düşdüm. Mənə bir sənə maraqlıdır. Sənə təsir edən bir 3 film deyəsən və oxuduğun bir 3 əsər, qısa hekayə, povest fərqi yoxdur. Filmlərdən başlayaq. Filmlərdən həmişə birinci ağlıma gələn Zilona Miladır. Aha, Yaşıl Mil. Yaşıl Mil. Prolетая над гнездом кукушки. Aha. Kukuşkanın Kukuşka. nətər olacağının tərcüməsi ilə. Kukuşkanın yuvasının üzərindən, kukuşka da başqa bir quş növüdür, onun tərcüməsini bilmirəm. Burada onun posteri çıxdı və siz onu gördünüz. Çəkiləndə biz o filmə baxanda onu ya gərək ingilis dilində baxaydıq, ya rus dilində. Azərbaycan dilində o film yox idi. Rus dilində baxmaq məncə daha çox realdır, çünki ruslar dublyaj edirdilər. Hə, yəni ona görə bağışlayın. Biz hələ ki bilmirəm, bəlkə Azərbaycan dilinə artıq mən görməmişəm bu dublyajın. Mən də görməmişəm. Mən onu ümumiyyətlə bizim yerli kanallarda dublyajla verilməsini də görməmişəm. Bəlkə olub, mən görməmişəm. Amma posterlər burada çıxır da dostlar, siz ingilis hissəsində görüb axtarıb baxa bilərsiniz. Hə, çıxır. Üçüncü film çətinlik çəkirəm. Çoxdur filmlər deyə qorxuram ki, hansınsa mən unudaram. Hə, Joe Black, Знакомьтесь, Joe Black. Hə, ona baxmamışam deyəsən. Yox, baxmısan. Brad Pitt, Anthony Hopkins. Ölür Qaqaş Anthony Hopkins'in ölümü gəlir onun yanına. Ölümü də vidində gəlir, oğlan Brad Pitt'in vücudunda gəlir. Hə, onun qızıyla sevgi yaşayırlar. Adamındır, hə, bildim. Знакомьтесь, Joe Black ilə Знакомство с Joe Black belə. Onun da posteri artıq burada çıxdı. Yəni belə birinci ağlıma gələn, amma filmlər çoxdur. Çoxdur. Elə Sovet filmləri var ki, Üç Muşketör ən sevdiyim filmdir. Okay, Sovet filmlərindən getməyək, keçək əsərlərə. Əsərlərə Aleksandr Dumanın Üç Muşketörü. Filmdən ora keçilir. Okay. Üç Muşketör, Master Margarita. Bir də Usta və Margarita. Usta və Margarita. Yəqin ki, belə tərcümə olundu. Master Usta gedirdi. Məncə Azərbaycan dilində var onun. Tərcüməsi olar, dəqiq ki olur. Bir də Harry Potter çox xoşuma gəlir, onun silsiləsi. Kinosu kitabdan zəifdir. Mən nadirən ümumiyyətlə görmüşəm ki, kino kitabdan daha güclü olsun. Bəzən eyni olur, amma daha güclü olduğunu görməmişəm. Məsələn, Harry Potter'da olar, mən də məktəb vaxtı oxumuşam da o silsiləni. Yəni mənim yadımdadır ki, mənim beynimdə onu oxuyarkən təsəvvür etdiyim film daha güclüydü. Daha güclüydü. Nəyincə sonra film. Mən ümumiyyətlə filmin olduğunu bilmirdim. Sonradan bildim ki, bunun filmi də var, sən demə. Məncə filmi sonra çıxıb onun. Biz birinci kitabları oxuduq, sonra Yox, film zaten sonradan çıxıb. Sadəcə mən kitabları oxuyandan sonra film çıxmışdı, var idi. Birinci hissənin azından var idi. Mənim xəbərim yox idi ondan. O məsələ vardı. Onu oxuyanda biraz... Amma yenə də bugünkü gündə artıq kitab oxumağa vaxt yoxdur. Həmin o kinoya çox belə sevinə baxıram. Harry Potter. Mən də baxıram. Hərdən olur qoyuram, fonda gedir. Düzdür. Yaxşıdır. Məncə bizi sadəcə o nə deyirlər, o hissə unuduram mən də onların adını.
Nostalgiya. Hə, Nostalgiya hissinə görə məncə xoşumuza gəlir. Amma Hə. indi dəyişiblər də, yeni personajlar tapıblar. Artıq Bizim bilmirəm. son dedi bəlkə də yeni nəsil üçün o olacaq. Ola Onlar bilər. bəyənəcəklər bəlkə də. Necə ki Властелин колец eləyiblər orada Yeniliblər. başqa şeylər çıxıb artıq mövzular çıxıb ortalığa. Hə, onun türk versiyasını bilirəm. Üzüklər Əfəndisi deyirlər ya nə deyirlər nəsə. Amma mən ona ümumiyyətlə baxmamışam. Harry çox Potter'ın şeyinə fanatları ona baxmır. Doğrudan. Onun fanatları Harry Potter. Yox, mən nəsə o hamı baxan vaxtı təsadüf eləməyib, baxmamışam. Ondan Mən sonra də. da həvəsim olmayıb, ona görə baxmamışam. Sadəcə yadımdadır ki, orada Dumbledore personajını oynayan aktyor desənə eynidir. eyni, Və eyni. oxşarlıqları var belə zahirində. Ona görə deyirəm, Harry Potter'ı baxanlar bunu qəbul edə bilmir. Bunu baxanlar Harry Potter'ı qəbul edə bilmir. Yox, istərdim. Oğlanlar da oxşayır. baxım. Baş qəhrəmanlar. Baş qəhrəmanlar da oxşayır. Biraz üzdən də oradan biraz oxşarlıqlar var. Çox sağ ol gəldiyinə görə. Elə bu. Hə, elə bu. Mən dedim nəsə sən laf səmimi söhbətlərə gedək. Danışa bilərik, problem yoxdur. Danışmaq istədiyin hansısa şeylər varsa buyur. Axılım yoxdur danışmaq. Bir daha təşəkkür edirəm gəldiyinə görə. Sadəcə çoxdan da istirdim ki, biz oturaq, danışaq bu mövzular haqqında. Ona görə biz son bir ayı görüşməyə cəhd eləyirdik ki, bu çəkiş eləyək. Bilirəm ki, məşqdən sonra dərhal sonra gəlmisən bura. Yəni bu qaça-qaçda bu işlərin içində vaxt ayırdığına görə ilk növbədə təşəkkür edirəm. Sevinə-sevinə gəldim. Çünki səni də çoxdan tanıyıram, iş birliyimiz də olub. Tez-tez mənə Instagrama da yazırsan, öz rəylərini yazırsan. Dəyərlisən, verilişin dəyərlidir, uğurlu olsun, xeyirli olsun. Baxışlar çox olsun, sponsorlar gəlsin. Arzularına çatasan. Çox sağ ol ki, dəvət elədin. Çox sağ ol. Dostlar, sizsə kanala abunə deyilsinizsə abunə olun. Bir daha qeyd edirəm ki, bizim layihəyə sponsor kimi qoşula bilərsiniz. Rumiyə xanım dediyi kimi. Bugünkü buraxılışımızla bağlı nə düşünürsünüzsə, Rumiyə xanımın hansı obrazlarını bəyənirsinizsə, hansı obrazlarla yadınızda qalıbsa, onları şərhdə yazın. Sonda həmişəki kimi çalışın, sağlam və xoşbəxt olun. Bu çox vacibdir. Hələlik. Halleluya.